Salam müəllimlər, mən bugün sizə coğrafiyadan bəzi çətin tipli məsələlərin həllini izah edəcəm. Çalışacağım ki, asan yolla izah edim. Başlayaq birinci məsələdən. Bu duzluğa aid bir məsələdir. Bu deməli məsələnin həlli biraz təbii ki, riyaziyyata söykənir, amma mən çalışacağım ki, bunu asan yolla izah edim. Ona görə diqqətlə deməli dinləyək. Aha. Sual 1. Orta duzluğa malik 200 litr okean suyuna Xəzər dənizinin 14 promil, yəni məsələnin özündə 14 promil verib. Biz Xəzərin duzluğunu 13 promildə götürə bilərik, o problem yoxdur, amma məsələnin özündə 14 promil veribdir. Neçə litr suyunu əlavə etsək, yəni Xəzərin deməli orta duzluğa malik 200 litr okean suyuna Xəzər dənizinin neçə litr suyunu əlavə etsək, duzluq 28 promil, yəni 28 qram olar. Yəni 1 litrdə 28 qram olar. Deməli, mən çalışsam ki, bunu asan yolla həll edəm. Götürək biz 200 litr suyu, 200 litr su. Aha. 200 litr su. Orta duzluq sözü var da burada. Orta duzluq nə qədərdir? 35. 1 litrə 35 qram, düzdürmü? Bu suyun altından da 35'i yazırıq, bəli. 35 qram yazırıq. Üstə gəlsək, Xəzər dənizinin neçə litr suyunu bilmirəm nə qədərdir. Ona görə də mən x litr götürəcəm bunu, x litr. Amma Xəzərin duzluğu məsələdə verib 14 promil. Xəzərin duzluğunu 13 promil versəydi, 13 promil götürəcəkdim, fərqi yoxdur. Bərabər olsun, bax bu, yəni 200 litr üstünə gəl, x litr bərabər olsun nəyə? 28 qrama, yəni 28 promilə, fərqi yoxdur. 28 qrama, əla. İndi biz çox sadə bunu həll edəcəyik. 35'i 200'ə vuracaq, 7000. Aha. 7000. Üstə gəl. 14'ü x'ə vuracaq. 14x. 28'i 200'ə vuracaq. Deməli 5600. Üstə gəl. 28x'ə vuracaq. 28x. Aha. Çox sadə. 7000-dən 5600 çıxacaq. 28-dən 14x-dən keçirəcək bu tərəfə də, bilirsiniz ki, işarə dəyişəcək. 14'ü keçirəcək bu tərəfə, 28 çıx 14. O da necə edəcəyik? 7000-dən də 5600 çıxacaq. Edəcək deməli 1400. 28'dən də 14 çıxacaq, 14 edəcək. Edəcək cavab 100 litr. Deməli. İndi məsələnin cavabı budur, təbii ki, 100 litrdir. Yəni, bu çox sadə yoldur və bu yolla istənilən bu tip çətin məsələlərin izahını, həllini bu cürə edə bilərsiniz, problem yoxdur. Deməli, orta duzluğa aid 200 litr okean suyuna Xəzər dənizindən götürülmüş 100 litr su əlavə etsək, duzluq 28 qram olacaq. Yəni, məsələnin həlli bax budur. Yəni, deyək ki, çətin məsələdir, amma düşünürəm ki, bu sadə yoldur onun. Növbəti məsələyə baxaq. Bu məsələ müəllimlərin işə qəbuluna test mərhələsinə düşdüyü üçün mən çalışıram ki, hər bu cür videolar çəkində mütləq buna aid bir məsələ tərtib edim, hazırlayım, YouTube'a sizlər üçün təqdim edim ki, öyrəşək. Artıq bu məsələnin həllinə öyrəşək. Deməli, 10 şimal enliyində yerləşən dağın cənuba meyilliyi 5 dərəcədir. Aha, 10 şimal enliyində yerləşən dağın cənuba meyilliyi 10 dərəcədir. Bura günəş il ərzində 2 dəfə 85 dərəcə düşdüyünü bilərək, günəş şüalarının zenitdə olduğu enliklər arasında məsafənin böyük miqyaslı qlobusda neçə santimetr olduğunu hesablayındı. Yəni, yenildirəm, müəllimlərin işə qəbuluna bu tipli məsələ düşdüyü üçün mən çalışıram ki, hər videolarda bu cür məsələlərə üstünlük verəm. Əvvəlcə, coğrafik koordinata aid çox sadə bir üsuldan istifadə edəcəyik. 10 şimal enliyindən, mənim 10 şimal enliyindən heç bir işim olmayacaq hansı deməli yoldan sonra. 10 şimal enliyindən 5 dərəcə cənuba düşəcəm. 5 dərəcə cənuba düşəcəm. Deməli, çatacağım 5 şimal enliyinə. Aha. Artıq 10 şimal enliyinə heç bir işim yoxdur. Bütün proseslər 5 şimal enliyin üzərində cəmləşəcək. 5 şimal enliyinə 85 dərəcə günəş şüası düşəcək ildə 2 dəfə. Görək 5 şimal enliyinə ildə 2 dəfə 85 dərəcə günəş şüaları düşürsə bucaq altında təbii ki. Günəş hansı enlikləri ziyindədir? Bunu nəfər tapıram? Aha. Götürək 5 şimal enliyini.
90-dan çıxacam 85-i. Edəcək 5. 5 şimal yönündən 5 dərəcə yuxarıya. 5 dərəcə yuxarıya. 5 dərəcə aşağıya düşürəm. Aha. Çatacam, deməli, ekvatora, yəni sıfıra və 10 şimal enliyinə. Aha. İndi 10 şimal enliyi ilə ekvator arasında məsafəni mən tapmaq da, yəni bizim üçün yəqin ki, çox asandır. Deməli, tapaq, hesablayaq. 10-u vururuq 111-ə. Vuracaq, deməli, 10-u 111-ə eləcək 1110 kilometr. Məsafəni tapdıq, əla. Məsafəni tapandan sonra biz bir kartografiya bəhsində bir xatırlatma etməliyik ki, böyük miqyaslı qlobus nə qədərdir? Gəlin qlobus sayaq. Qlobus miqyasına görə 3 cür olur. Böyük miqyaslı, orta miqyaslı və kiçik miqyaslı. 30 milyon, deməli, 50 milyon, 30 milyon, 50 milyon və nə qədərdir? 83 milyon. Böyük miqyaslı qlobusa dediyi üçün 30 milyon götürəcəyik, 30 milyonu. 30 milyondan deməli biz 5 sıfır siləcəyik, 300 edəcək, deməli 1110-u böləcəyik 300-ə. Heç gəlin bax belə bir şey deyək. Böyük miqyası silək, onun yerinə deməli böyük miqyas, orta miqyas yazaq. Orta miqyas yazaq ki, bölmə rahat olsun bizim üçün. 500 milyon, 550 milyon, 50 milyondan 5-dən sıfır siləndə 500 qalır. 1110-u 500-ə böləndə eləcək 2,22 santimetr. Yəni, təbii ki, bunun yerində asanlıqla 300 də qoya bilərdim. Kiçik miqyas 830 da qoya bilərdim. Amma bölmə rahat olsun deyə bizə, mən böyük miqyas yox, orta miqyas düzəliş elədim. Qoyduq 500. 1110-da 500-ə böləndə eləyir 2,22 santimetr. Bax, məsələmizin həlli bax budur. Növbəti məsələyə baxaq. Aha. Növbəti məsələni oxuyaq. Bu biraz, necə deyim, mərhələlərdən ibarət olan bir məsələdir. Biraz mərhələlərdən ibarətdir. Biz çalışmalıyıq ki, deməli, bu dərsi, bu məsələni həll etmək üçün biz nə bilməliyik? Biz təbii ki, günəş şüaları, yerin günəş ətrafına hərəkət dərsini yaxşı mənimsəməliyik. Orada, deməli, qütb gecə, qütb gündüzlərinin hansı enişlərdə olduğunu bilməliyik. Gəl məsələni oxuyaq. Şimal yarımkürəsində qütb gündüzlərinin 68 gün davam etdiyi enliklə Bakı şəhəri arasında məsafə, həmin enlikdə qütb gündüzləri söhbət şimal yarımkürəsində qütb gündüzləri o başlayan 68 gün davam edən məntəqədə enlikdən söhbət gedir. Həmin enlikdə qütb gündüzləri başlayan gün, yəni günəş hansı enlikdə zenitdə olanda həmin o deməli qütb gündüzləri başlayacaq, 68 gün davam edəcək o enlikdə. Günəşin zenitdə olduğu enlik ilə Bakı şəhəri arasında məsafənin Bakı şəhərindəki məsafədən neçə kilometr azdır? Aha, bizə 2 dənə deməli məsafə lazım olacaq. Əvvəlcə mən Bakını deməli çəkirəm 40 şimal enliyi, təbii ki 40 şimal enliyi. 40 şimal enliyi. Aha, 40 şimal enliyi. Tak. Aha. Bu məntəqə 68 gün qütb gündüzlərinin davam etdiyi məntəqədir. Amma bilmirəm haradır, sual qoyuram. Bu məntəqə isə günəşin zenitdə olacağı, bax bu məntəqədə günəş hansı, qütb gündüzləri hansı gündə başlayacaqsa, həmin gün günəşin zenitdə olacağı məntəqədir. Aha, məsafəni tapmalıyam indi. Necə tapıram? 68 gün davam etdiyi məntəqə necə tapıram? Dərhal mən bilirəm ki, günəş 4 günə 1 dərəcə hərəkət edir. 68-i bölürəm, deməli, 4-ə edəcək 17 dərəcə. Aha, 17 dərəcə. Amma belə bir incəlik var da, təbii ki, belə bir incəlik var. Şimal yarımkürəsindən söhbət gedirsə, 23,5 şimal tropikinə. Bax, bu enlikdən günəş həm deməli gələndə, həm də qaydanda, bax bu şimal yarımkürəsində qütb gündüzləri davam edəcək, bax bu məntəqədə, sual olan məntəqədə. Biz ona görə də 17-ni 2-yə bölürük. 17-ni bölürük 2-yə. Edəcək, deməli, 8,5.
23,5-dən 8,5 cənubda olan bir məntəqədə günəş zenitdə olanda bax, bu proseslər baş verir. Görək, o hansıdır? O hansı məntəqədir? O 15 şimal enliyidir. Deməli, günəş 15 şimal enliyində zenitdə olarkən, 15 şimal enliyində zenitdə olduğu gün. Deməli, indi görək, hansı enlikdə qütb gündüzlər başlayacaq? Dərhal 90-dan da çıxırıq 15-i, edəcək nə qədər? Deməli, 75. 75 şimal enliyində qütb gündüzləri başlayacaq və 68 gün davam edəcək. Deməli, biz bax, bu sualları tapdıq. Bu, söhbət burada 75 şimal enliyindən gedir. Burada isə 15 şimal enliyindən gedir. 15 şimal enliyindən gedir. Aha. İndi biz deməli Bakıya məsafəni tapmalıyıq. 75 şimal enliyindən deməli 75 şimal enliyindən 75 şimal 40-a qədər deməli olan məsafəyə baxaq. 75 çıx 40 neçə edir? 75 çıx 40 bərabərdir. Edir deməli 35 dərəcə. 35 dərəcə. Aha, 35 dərəcə. 15 və 40 arasında məsafəyə baxaq. 40 da çıx 15. 40 da çıx 15 bərabərdir 25 dərəcə. 25 və 35 dərəcə deməli edir. Baxın, 75 şimal enliyindən 40 şimal enliyinə qədər 35 dərəcə. 15 şimal ilə 40 şimal ilə qədərsə 25 dərəcə. Asan yolu bir də 111-ə vurmayaq. Elə 35-dən 25 çıxaq, 10 edəcək. 10, onu vuraq 111-ə, onu vuraq 111-ə. 1110 kilometr edəcək. 1110 kilometr edəcək. Deməli, şimal yarımkürəsində qütb gündüzlərinin 68 gün davam etdiyi məntəqənin 73 şimal enliyində Bakı şəhərinə qədər olan məsafə həmin 73 şimal enliyində qütb gündüzləri başlayan gün günəşin zenitdə olduğu enlikdən, yəni 15 şimal enliyindən 1110 kilometr çoxdur. 1110 kilometr çoxdur götürəcəyik. Çoxdur. Bax, bu cür tapdıq. Yəni, bu düşünürəm ki, sadədir, sadəcə bir çox yollardan, bir çox hissələrdən ibarətdir. Biz bunları çox sadə yolla həll etməyə bacarırıq. Hissələrə bölüb həll edirik. Hissələrə bölüb həll edəcəyik, o qədər də çətin deyil. Hörmətli müəllimlər, növbəti məsələlərdə inşallah görüşərik. Sağ olun.